Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi salamlayıram. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. 10-16 noyabr aralığında gözləntiləri sizlərə çatdıracağım. İlk öncə bildirim ki, biraz qarışıq həftədir. Bir çox planetlərin yer dəyişməsi, Marsın xüsusən də Günəşlə təmasının aktivləşməsi bir qədər hadisələri həm sürətləndirəcək, həm qızışdıracaq, həm də qarşı durma proseslərini dərinləşdirəcək. Ona görə bu ictimai-siyasi sferadadır. Fərdi platformalarda da, fərdi müstəvidə də, o qədər də o münasibətlər sistemində, qarşılıqlı ünsiyyətdə vəziyyət o qədər də ürək açan deyil. Amma hər halda, hər şey mən həmişə deyirəm, insanların özündən asılıdır, öz düşüncəsindən, baxış bucağından və davranışından asılıdır. Ona görə düşünürəm ki, göylərdən gələn o enerjiyə qarşı çıxmağı bacaracaq, daha çox ünsiyyəti mülayimləşdirəcək, hər hansı bir intriqaya getməyəcək, inatkarlıqdan uzaq duracaq. Keçək ayrı-ayrı proqnozlara görək, yəni ayrı-ayrı bürclərin proqnozlarına görək vəziyyət necədir. Qoç bürcü. Qarşınızda kifayət qədər mistik bir həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin sayını, mübarək yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Noyabrın 14-də maraqlı bir sövdələşmədə iştirakınız gözlənilir. Boğa bürcü. Kifayət qədər təzadlı ərəfədir. Hər bir addımı ölçüb biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Qəribə də olsa astroloji göstəricilər ayın 14-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür. Passivlik müstəvisində qərar tutan ailə sevgi münasibətlərinə isə yenidən qayıdın. Mümkün qədər bütün negativlikləri minimuma endirin. Əkizlər bürcü. Bütün vacib işlərinizi ayın 14-nə qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonraki günlərdə isə istənilən riskli və yeni işlərdən imtina etməli, bələd olmadığınız adamlarla ciddi məsələlərin həllinə tələsməyin. Ayın 15-də savablarınızın sayını artırın. Xərçəng bürcü. Həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süslüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost-tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımcı olacaqlar. Amma ulduzlar uzaq səfərləri təxirə salmağınızı məsləhət görür. Noyabrın 13-də mübahisələrdən yayının. Şir bürcü. Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşa gəlməzliklər baş verə bilər. Ələlxüsus da ayın 12-sində və 16-sında özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Bazar günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan boş oturmayın. Bu həftə istənilən səfəri təxirə salsanız yaxşıdır. Qız bürcü. Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə nəyisə izah etmək enerji itkinizdən savayı bir şey deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olmasanız, ixtiyarınızda olan həftədən zövq alacaqsınız. Onsuz da hal-hazırda yarımçıq işləriniz çoxdur, bir qədər də diqqəti o dediyimiz istiqamətə yönəldin. Əgər tövsiyələrimizi eşitsəniz, noyabrın 14-dən sürprizlərə qonaq olacaqsınız. Tərəzi bürcü. Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə təmin olunacaq. Çünki çərşənbə günündən etibarən maraqlı səfərlər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Hansısa xoşa gəlməzliyin baş verəcəyinə inanmayın. Biraz səmimi olun, dünyamızı, insanları daha çox sevin. Əqrəb bürcü. Bərbaşdan bilməlisiniz ki, həftə ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə demək olar ki, hər şey ürəyinizcə olacaq. Xüsusən də yaxın aylarda evlənməyi planlaşdırırsınızsa, məhz bu ərəfədə hazırlıq görməlisiniz. Səfərlər o qədər də münasib deyil. Oxatan bürcü. Bütün işlərinizin qaydasında gedəcəyini bildirən göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Əsəbi vaxtlarınızda dostlarınız arasında təbiət qoynunda sakitləşməyə çalışın. Noyabrın 12-sində və 14-də sürprizlərin şahidi olacaqsınız. Oğlaq bürcü. Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz.
Özünüz də bilirsiniz ki, sizin qlobal işləriniz pulsuz alınmır. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir. Bu yoldan çəkinsəniz, həftə boyu xeyli şad-xürrəm olacaqsınız. Su tökən bürcü. Əgər noyabrın bu mülayim ərəfəsindən zövq alıb rahatlanmaq istəyirsinizsə, həftə sonu mütləq səfərə çıxın. Bununla siz stres və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə sevgi məsələlərində xırdaçılığa yer verməyin. Şənbə bazardan əvvəlki 5 gündə isə aktiv həyatınız özünü göstərəcək və zaman demək olar ki, xeyrinizi işləyəcək. Balıqlar bürcü. İkili standart arasında qalmayın. Seçim, tərəddüd etməyin, seçimi qətiyyətli eləyin. Çünki astroloji mənzərədən belə görünür ki, indiyə qədər çəkdiyiniz əziyyətlər daha çox hədər gedir. Amma inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar da tapılır. Ona görə də bugün yenə deyirəm, seçim, tərəddüdə son qoymaq, konkret bir seçim və tərəf seçmək yaxşıdır. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yox, konkret olan özünüzə məxsus işlərlə məşğul olmaq daha yaxşıdır. Ayın 16-sında varlanma ehtimalınız da var. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.